Bu gördüğünüz kız her zaman kırmızı papaq taktığı için onu kırmızı papaq diye çağırırdılar. Bir gün kırmızı papağa anası bir səbət verərək dedi: "Nənə xəstələnib, onun üçün şirniyyat hazırlamışam. Şəfalı bitkilər toplamışam. Bunları apar nənəyə çatdır." "Əlbəttə anacan, indi aparıb verərəm. Ehtiyatlı ol." Beləcə qırmızı papaq yola düzəlir. Meşədə gedərkən gözəl çiçəklər görür. Nənəsini sevindirmək üçün çiçəklər dərməyə başlayır və özü də bilmədən yoldan uzaqlaşır. Birdən qarşısına canavar çıxır. Qırmızı papaq yaman qorxur. Əlindəki səbət yerə düşür. Canavar səbətdən tökülən şirniyyatları və bitkiləri yığaraq qıza verir. Qırmızı papaq çox təəccüblənir. "Gözəl qız, hara gedirsən?" "Nənəmgilə, meşənin sonundakı sarı ev nənəmin evidir. O xəstələnib. Mən də onun üçün şirniyyat və şəfalı bitkilər aparıram." "Nə yaxşı. Gedim nənənə sənin gəldiyini xəbər edim. Sən də rahat-rahat gül yığ." Canavar gözdən itir. Qırmızı papaq isə azlığını anlayanda ağacın altında oturub ağlamağa başlayır. Qırmızı papağın səsini eşidən ovçu ona yaxınlaşır. Qırmızı papaq ona azdığını deyir. Ovçu bu balaca qızı meşədə tək qoymur və onu nənəsinin evinə aparır. İndi isə sizə canavardan danışım. Canavar qısa yoldan gedərək nənənin evinə tez çatır. Qapını döyür. "Kimdir?" Canavar səsini dəyişib qırmızı papaq kimi danışmağa çalışır. "Mənəm nənə, sənin üçün şəfalı bitkilər və şirniyyat gətirmişəm." "Qapı açıqdır, gəl içəri." Beləcə canavar içəri girir. Az sonra qırmızı papaq və ovçu da evə çatır. Qırmızı papaq qapını döyür. Ovçu isə yoluna davam edir. İçəridən qəribə səslər eşidilir. "Kimdir o?" "Mənəm nənə." "Qapı açıqdır, gəl içəri." Qırmızı papaq bir anlıq tərəddüd edir. Çünki eşitdiyi səs nənəsinin səsinə bənzəmirdi. Sonra nənəsinin xəstə olduğunu xatırlayır və xəstə olanda səsin dəyişə biləcəyini düşünür. Qapını açıb içəri girir. Canavar nənənin paltarlarını geyinmiş, iynəyini taxmış və pərdələri örtmüşdü ki, ev qaranlıq olsun və qırmızı papaq onu tanımasın. "Gəl əziz nəvəm, yaxına gəl." Qırmızı papaq nənəsində nəsə qəribəlik hiss eləyir və çox yaxınlaşmır. "Nənə, sənin qolların niyə belə uzundur?" "Səni yaxşı qucaqlamaq üçün." "Bəs qulaqların niyə belə böyükdür?" "Səni daha yaxşı eşitmək üçün." "Bəs gözlərin niyə belə böyükdür?" "Səni daha yaxşı görə bilmək üçün." "Nənə, bəs dişlərin niyə belə itidir?" "Səni daha yaxşı yeyə bilmək üçün." Canavar çarpayıdan qalxır. Qırmızı papaq qarşısında nənəsini deyil, yolda rastlaşdığı canavarı görüb çox qorxur. "Kömək edin, kömək edin!" deyə qışqırır. Ovçu qırmızı papağın səsini eşidib tez evə gəlir və canavarı tutur. Məlum olur ki, ovçu uzun müddətdir ki, bu canavarı axtarır. O, canavarın qarnından utduğu nənəni xilas eləyir. Nənə nəvəsinin gətirdiyi şəfalı bitkilərdən dəmləyib çay içir. Şirniyyatlardan yeyib sağalır. Qırmızı papaq nənəsi ilə sağollaşıb evinə qayıdır. Meşədə həmin canavarı görür. Ovçu ona meşəni təmizləmək cəzası verib. Canavar qırmızı papağı görüb çox utanır və etdiyi hərəkətdən peşman olur. Belə uşaqlar, nağıl sona çatdı. Bilirəm, bu nağılı çox eşitmisiniz. Bir də mənim səsləndirməmlə dinləmənizi istədim. Ümid edirəm bəyəndiniz. Özünüzə yaxşı baxın. Növbəti səsləndirəcəyim nağılın axtarışına çıxıram. Hansı nağılı səsləndirəcəyim maraqlıdırsa, kanalımı izləyə bilərsiniz.
Hələlik. Əziz dostlar, əgər nağıl xoşunuza gəldisə, bəyənə bilərsiniz. Yeni nağılları qaçırmamaq üçün abunə olub zəng işarəsinə basmağı unutmayın.